Yarış günü bütün rəqiblərimə qalib gələrək qızıl medal qazandım. Buradan yığma müəllimlərinə və şəxsi məqsəmə təşəkkürlərimi bildirirəm. İnşallah qarşıda yarışlarımız çoxdur, bundan gözəl nəticələr əldə edəcəyik. 50 kilo çəki dərəcəsində bütün rəqiblərimə qalib gələrək qızıl medal yiyələndim. İnşallah bu nəticəni dünyada, EYOF-da təkrarlamağı diləyirəm, arzu edirəm. 4 nəfərə qalib gəlib birə çıxmışam. İnşallah qabaqda EYOF-la dünya var, orada da yaxşı nəticə göstərəcəm. 8 dərəcəsində bürünc medal qazanmışam. Çox əziyyət çəkmişik və bəhrəsini görmüşük. İnşallah da gələn yarışlarımıza uğurlar arzu etmək istəyirəm. Ən sevindirici məqamlardan biri də odur ki, 3 çəki dərəcəsi bir gündə güləşir. İdmançılarımız bütün rəqiblərini, bütün ölkələri arxada qoyaraq hər gün təkrarən Azərbaycan himnini səsləndirərək, Azərbaycan bayrağını yüksəyə qaldıraraq, yəni həqiqətən bu sevinci bizə yaşatdırdılar. Bu həqiqətən böyük bir şərəfdir, bizim üçün qürur hissidir. Bütün Azərbaycan idmançılarına arzu edirəm ki, belə nəticələrlə həmişə bizi, vətənimizi sevindirsinlər. Yarış həqiqətən çox gərgin mübarizələrlə keçdi. Çox sevindirici hal oldu ki, yarışın iş günü 3 qızıl medal qazandıq. Gözləntilərimiz bundan da artıq idi. Sadəcə olaraq digər çəkilərdə əsas lider idmançılarımızdan bir neçəsi iştirak eləmədiyinə görə 3 qızılla oğlanlarda başa vurduq Avropa çempionatını. Ümid edirik qarşıda bizi EYOF və dünya çempionatı gözləyir. Bu yarışlarda da yüksək nəticələr qazanılıb. Azərbaycanın himnini, bayrağını yüksəklərdə dalğalandıracağıq. Ölkəmizi layiqincə idmançılarımız təmsil edəcək.